Dairəvi yaşıl turizm bu sahənin gələcək inkişaf istiqamətini müəyyən edən ən aktual yanaşmalardan biridir. Bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən Asiya qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə ölkələrində dairəvi yaşıl turizm mövzusunda beynəlxalq konfransda səsləndirib. Çıxışlarda bildirilib ki, müasir dövrdə turizmdə uğur artıq yalnız turist sayına görə deyil, yaradılan dəyərin ətraf mühitə və yerli icmalara təsiri ilə qiymətləndirilir. Azərbaycanda isə ekoturizm, agroturizm və təbiət əsaslı marşrutların inkişafı dayanıqlı turizm siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Yerli icmalar üçün turizm sahəsi gəlir və iş yerləri mənbəyi, kiçik biznes üçün yeni bazarlara çıxış, gənc nəsil üçün bacarıqların əldə edilməsi və fəal iştirak, dövlətlər üçün mədəni diplomatiya və dayanıqlı inkişaf aləti, bütöv qitələr üçün isə əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsinə aparan yoldur. Tarixi İpək yolu xalqları, ticarəti, mədəni ənənələri və ideyaları birləşdirirdi. Dövrümüzdə dayanıqlıq prinsiplərinə, rəqəmsal innovasiyalara, məsuliyyətli qarşılıqlı fəaliyyətə, yerli əhali üçün dəyər yaradılmasına və ətraf mühitin mühafizəsinə əsaslanan yenilənən turizm İpək yoluna ehtiyac var. Azərbaycanın sədrliyi altında Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirədə bu gündəliyin təşviqi məqsədi ilə üzv dövlətlər, tərəfdaş təşkilatlar, turizm institutları və özəl sektorun nümayəndələri ilə əməkdaşlığa hazırdır. AQM rəhbərliyi Azərbaycanın sədrliyi dövründə qarşılıqlı əlaqəli, rəqəmsallaşma və dayanıqlı inkişafın prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini vurğulayıb. Bildirilib ki, dairəvi yaşıl turizm təşəbbüsü regionda dayanıqlı turizm siyasətinin təşviqinə və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Dünyanın iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və təbii sərvətlərdən davamlı istifadə ilə bağlı çağırışlarla üzləşdiyi bir vaxtda turizm öz ənənəvi iqtisadi funksiyasının hüdudlarından kənara çıxmalıdır. O, ekologiyanın dəstəklənməsi, mədəniyyətin qorunması, sosial inteqrasiya və regional əməkdaşlıq üçün güclü bir vasitəyə çevrilməlidir. Bu kontekstdə AQM üzv dövlətlər arasında regional əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Təcrübə, qabaqcıl metodlar və ekoloji həllərin mübadiləsi sayəsində biz regionumuzda daha davamlı və həyat qabiliyyətli turizm sistemləri qura bilərik. Konferans çərçivəsində keçirilən panel müzakirələrində dayanıqlı turizmin inkişafı, turizm kəndlərinin yaradılması, yerli təşəbbüslərin dəstəklənməsi, qrant proqramları, təlim layihələri və təbiət əsaslı turizm məhsullarına investisiyaların artırılması məsələləri diqqət mərkəzində olub. Bu yanaşma ekoloji baxımdan məsuliyyətli, sosial baxımdan inklüziv və iqtisadi cəhətdən dayanıqlı turizm məkanlarının formalaşmasına imkan verir. Turizmin gələcəyi təbii və mədəni resursların qorunması ilə birbaşa bağlıdır. Qeyd edək ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə ölkələrində dairəvi yaşıl turizm layihəsi Azərbaycanın AQM sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən biridir. Layihənin əsas məqsədi üzv dövlətlər arasında dayanıqlı turizm təcrübələrinin paylaşılması, ekoloji məsuliyyətli turizm modellərinin təşviqi və regional əməkdaşlığın genişləndirilməsidir.